Onun yerine də o da vurublar. İndi o indi başa düşmək olardı. İndi Tüccar Paxmel getdi yetim. Bax bu neçə ildir sən elə bilirsən Putini vurmaq zarafatdır ay Samir. Yox. Aşamız xeyir. Aşamız xeyir. Samir səni aşağıda yuxarıda olan bütün burada bizi dinləyən həm yerlərimizi salamlayıram. Sənə də uğurlu yayınlar arzulayıram. Bir o bayaqki o Ərəb Əmirliyində qıraqda bucaqda vurulan bölgələri deyirəm. Baxın, bir dövlət yox, iki dövlət, İsrail və Amerika gəlib bir dövlətin başçısını vurur öldürürsə, onlar da bax qanun varsa, niyə bunlar bu qanunu pozurlar? Ancaq müsəlmanlara, şiələrə gələndə deyirlər ki, yox, siz bu qanunlara riayət eləməlisiniz. Bəs mən də onu deyirəm də, qardaş, haqlıdır. Həqiqətən də qisas sahibidir, haqq sahibidir. Getsin İsraili vursun. Küveyti, Dubai niyə vurursun? İsraili da vurur da. İsraili da vurur. O İsraili vuran əllərə mən qurban olum şəxsən. Üzr istəyirəm. İsraillə paralel kimi vursun. Türkiyəni də vursun, amma bircə İsraili vursun. Olar mı elə? Taranı vursun, amma İsrail də vursun. Amma bilmir axı, ay Azərbaycan. Biz onda Müsəlman qardaşlarını niyə vurur? Yox, qardaş, mən sizi dinlədim. İkinci məsələyə gəlim. Deyirsiniz ki, Putini. Baxın, bugünkü gün, bax, əsl, bax, şiəliyi Xumeyni sübut elədi. Kərbalanı ikinci səfər yaşayan Xumeynidir. Qaçıb, sözümü kəsməyin də, qurban olum sizə. Bir dəqiqə, Nəsimi qətiyyən, Nəsimi, bir dəqiqə deyir. Hə, davam elə. Qulaq asın. Putin kimi, baxın, Putinin nə qədər həm yerisi bugünkü gün, qardaş, siz də dinləmək, qurban olun, mən sizi dinlədim axı, mən sözümü kəsməyin, mən fikrimi deyim, sonra da siz də mənə əks söz fikrinizi deyin də. Deyirsiniz ki, bir dövlət öz liderini qoruya bilmədi. Öz lideri özün şəhid elədi. Bugünkü gün, qardaş, qulaq as da, sənə qurban olum, nə olar? Samir, ya bu qardaşın səsini al, mən dinləyim, çox demirəm, bir dəqiqə yarım, mən danışım, sonra da mən qardaşı dinləyəcəm. Mən özüm bilirsən ki, canlıdan sən düşürtməyənə kimi mən düşmürəm. Qardaşım, deyirsiniz ki, Putin, bugünkü gün baxın, Putin də, Zelenski də ən dərin bunkerlərdədir. Baxın, tarixlərdən bu günə kimi sərkərdə öndə getməyibsə, öz sıravis döyüşsün, ya və yaxud da vətəndaşın ölümə verib, dalda gizlənən sərkərdənin heç vaxtı nüfuzu olmayıbdır. Bugünkü gün İranın nə qədər mühüm silahları var. Onlar o dərinlikdə onu gizləyə biləcək halda öz liderlərini onlar orada gizləyə bilməzdi. Əgər bir liderin ki, məktəbinə bir məktəbin 180 dənə, 200-ə yaxındır ki, 8 yaşından 12 yaşına şəhid olursa, o liderin gedib bunkerdə gizlənib oradan idarə eləməyi haqqı yox idi. Onda İran içindən parçalanardı. Bugünkü gün İranda cəmləşmək də odur ki, əgər mühüm şəxs dövləti idarə eləyən özün şəhid eləyirsə, hər bir vətəndaşın da borcudur ki, ged özün şəhid eləyən. Və mübarizə aparmaq hara getdi? Xumeyni öz yerinə yetərin qədər, öz yerinə qabaqcadan, yəni bilirdi ki, bunun başına bu oyunlar gələcək, öz yerinə yetərin qədər də lazım olan adamları qoyubdu. Yəni ona nə İsrail, nə Amerika, nə də İsrail tərəfdarları narahat olmasın. Bir Xumeyni öləcək, 100 dənə Xumeyni gələcək bunun yerinə. Bəli, mən ona görə deyirəm ki, İranı bütövlükdə düzəltmək lazımdır. Qulaq as, gör nə deyirəm, əmi. Mən də sual verirəm ki, bəs bu ölkənin hanı havadan müdafiə sistemi ki, qitələr arası balistik raketlə Xameyni vururlar. 79-cu ildən İranla İraqın arasında yaradılan o müharibədən sonra İran sanksiyadadır. Hələm İran bugünkü gün belə bir mücadilə aparırsa, İran böyük bir nailiyyətlər əldə edibdir. Bunu bilir. Hansı nailiyyət əldə edib ki, müharibə başlayandan... Qardaş, sansiyadadır. Dünya neft, qaz bazarında bunun şəxsi, bilsən, qanunu bu neftin qazını sata bilmirdi. Əgər İranla bugünkü gün 40 ildən artıq, 79-dan bəri 45 il müddət eləyir. 45 il müddətində bu sanksiyada olmasaydı, İran bugünkü gün ən öndə gedən hərbi strateji istəyir də belə sosial cəhətdə ən yüksəkdə idi. Ay əmi, bir imkan vermirsən. Bax, qulaq var.
Sən deyirsən ki, İranın rəhbəri özünü şəhid elədi, sanksiyadaydı falan Bəli. filan. İran hansı ölkələrə neft satır bilirsənmi? Bəli, bilirəm. Kitaya satır, Hindistana satır, qeyri-legal satır. Aysa qeyri-legal satır, legal satır, zato satır. Qulaq as. Kitay hazırki raketlərin hamısı Kitaydan gəlir, düzdürmü? Demək bugünkü bax sənin o dediyini heç nə Amerikanın kəşfiyyatında elə bir məlumat yoxdur. Sən əgər elə kəşfiyyatın var, səndə əgər elə kəşfiyyatı məlumat varsa, sən onu bugünkü gün Əmi bunu dünya bilir. Nə danışırsan? Qardaş, dünya sən bilirsən nətər? Sən dünya bunu hansı aparılan bir propagandadan bilirsən. Bu hərbi məxfi bir məlumatdır. Bu heç kimdə yoxdur. Heç bugünkü gün İran vətəndaşı bilmir ki, İranın neçə dənə ballistik raketi var. Sən nə danışırsan, qardaş? Əmi, sən danışanda qulaqların yumulurmu? Qurban olum. Bir-birimizə qulaq asaq da, ha. Əmi, deyirəm ki, mən sənə demədim ki, Kitaydan İrana 30 dənə qitələr arası supersonik raket, 20 dənə nə bilim hipersonik raket gəldi demirəm ki, deyirəm ki, Kitay poddeşka eləyir də. Mən sənə deyirəm ki, bugünkü gün nizə, ox, çəkic dövründə yaşamırıq. Əgər İran güclü dövlətdirsə, hegemoniya sahibidirsə, hökman ki, onun zenit raketi də olmalıdır, S-400-ü də olmalıdır, F-16-sı da olmalıdır. Nətər olur? Rusiyaya kamikadze dron verən, dron istehsalı ilə məşğul olan, milyonlarca texnika, texnologiya istehsal edən İran, dünya bazarına xodu olan, özü sanksiya olsa da digər çerez ölkələrlə dünya bazarına mal çıxardan, Avropada bugünkü gün İran malları satılır. Çerez da olsa çıxardır da bunu. İndi qulaq as. Xahiş edirəm, sözümü kəsmə. İran əgər texnikası yoxdur, texnologiyası yoxdur, başa düşdük. Zəifdir, başa düşdük. Bəs zəifdirsə, niyə adama deyərlər, zəifsəsə, niyə meydana çıxıb deyirsən ki, oranı elə eləyəcəm, buranı belə eləyəcəm? Sənin düşmənçiliyin İsraillə də, Amerika ilədir. Niyə başqa ölkənin hava məkanına müdaxilə eləyirsən? Bayaq deyirsən ki, məktəbdə olan məktəblilər, bəs oteldə yatan o yetimin balaları nə günah vardır? Sənin faktın var ki, oteldə yatan yetimin balaları idi. Sənin faktın var ki, 180 öğren tələbə var. Var, bugünkü gün var. Təbii ki var. Pis müdaxilə edirsən. Bir dənə pis müdaxilə edirsən. Bir dəqiqə gözlə, xahiş edirəm. Pis müdaxilə edirsiniz. Bir dəqiqə. Bax, əmi, deyirsən ki, nə bilirsən oteldə yatan yetimin balasıdır ya yox. Sən kəşfiyyatçısanmı? Dünya, Pentagon sənəm işləyir. O nə düşüncədir? Mən yetimin balasıyam. Qardaş, mənə bugünkü gün görsət görüm, Ərəb Əmirliyi çıxartdı, orada görsətsin ki, orada ölən vətəndaş ərəbdir, ya və yaxud da İngiltərə vətəndaşıdır, orada gəlib dincələn bir vətəndaşdır. Bu faktlar var əlində. Yox, bu faktlar var. Əmi, bir dəqiqə deyən, qulaq as, bax. Sən haradasa haqq qazandıra bilərsən ki, hərbi baza həmən ölkənin torpağı sayılmır. Bazanın hansı ölkəni təmsil edirsə, oranı təmsil edir. Ona görə vurmuşuq, yaxşı eləmişik. Bunu başa düşürəm. Sən cəmaatın otelini vurmağına bəraət qazandıramazsan. Belə Nemesli yat planetlidir. Marsdan gəlib, Titandan gəlib. Sənə nə var hardan gəlib? Cəmaatın otelini niyə vurursan? Sən terroristsən. Bu nə düşün? Yox, qulaq as. Yəni bugünkü gün orada bax, bugünkü gün baxın o oteldə hansısa bir əcnəbi vətəndaş var. Əgər orada əcnəbi vətəndaş 2 gündür keçibdir. Əcnəbi vətəndaş orada həlak olubsa, onu bugünkü gün həmin dövlətin mediası onu bugünkü gün bütün dünya bunu göstərmişdi. İmkan yox deyə. Orada ölənlərin hamısı orada ölənlərin hamısı ABD itləridir, Yahudi itləridir. Ayda, qulaq as. Birincisi Dubayın aeroportunu vurub. Mənim xalam oldu Dubaydadır, həmin günü. Reis olmalı Dubayın aeroportu vuruldu. Yəni təbii ki, aeroport bağlıdır. Buna subut. İkincisi, bir vaxt deyirsən ki, 180 amma sesimi kesmə. 180 tələbə və uşağı ölür. Səhər saat 5-də əməliyyat başlayan zaman özdə 6 bazar. 180 tane uşağın tələbədə və bağçada nə pox yerdi, bir dənə o izah eləmənə. Bu 2. Üçüncüsü ifadədə deyirsən ki, 180'də vurulub, bugün artıq 200. Bir uşağa pox yer deyən, bir uşağa pox yer deyən mənəviyyatdan qıraq adamdır. Bir dəqiqə də.
Yox, bir Yemin- dəqiqə nətər sən orada deyirsən ki, uşaq nə pox yeyir. Sən elə bilirsən nətər? İntellektin elə bura qədərdir ki, sən deyirsən ki, bir uşaq orada nə pox yeyir. Çünki səhər saat 5-də orada uşaq olmayıb. Özdə deyirsən ki, 180 idi, bu gün 200-dür. Nədir, ölən meyitlər doğub? Ay, təbii ki, orada təbii. orada yaralı da olubdu. Hə, yaralılar doğub. Bəli. Hə, doğub, aydındır başa. Məsələ başqadır. Məsələ bu adam deyir ki, şəhid olub, özünü qurban verib. Gör hansı zəmanədə yaşayırıq. Sənin liderin şəhid olan zaman sənin necə psixoloji depressiyaya soxulursan. Burada məsələ o deyil. Məsələ sənin prezidentin, sənin liderini qoruya biləcək normal bir savadlı, açıq eyin yoxdur. Normal bir texnika yoxdur, texnologiya yoxdur xalqı qoruya biləcək. Sən gəlib burada elə şey, assalamu aleykum, salam verir rəhmətli. Burada sual Qardaş, başqadır. mən bilmirəm sən hansı fikirli adamsan. Baxın, İmam Hüseynimiz də 72 nəfərlə gəldi, neçə min ordunun qarşısına çıxdı. O bizə fərq eləmir. Bizim üçün haqq sözü, ölüm də varsa biz öz haqq sözümüzü deyəcəyik. Biz şiələrdə belə bir ideologiya var. Yox, ikincisi niyə öldü? O da şəhid verildi. Bir dəqiqə yəni İmam Hüseyni qitələr arası ballistik raketlə vurmayıblar ha kişi. Estağfurullah, mən misal çəkdim. Yəni deməyim odur ki, yəni deyirsən ki, yəni əgər bunun ballistik raketi yoxdursa bu qaçıb girib bunkerdə gizlənməli idi. Belə bunu demək istəyirsən. Birincisi, bir dəqiqə deyən. Birincisi özünü açıq aşkar hədəf eləməyin özünü. 5-ində şəhid verəcək İran xalqı. Şiələr 5-ində şəhid verəcək, hamba öz mübarizələrin axıra kimi aparacaq inşallah. Əmi, Azərbaycanda sənsən. Dəxli nədir qardaş? Mən səndən soruşuram, sən hardasan? Dəxli, burada şəxsi sual ver. Yox, Azərbaycanda böyləm. Əmi, şiyəsən. İsveçrədəyəm, hə. Şiyəsən. Şiyəyəm, hə, təbii ki şiyəyəm. Ayıb deyil, sənin rəhbəri Ayətullahı vurublar. Yer çıx get müharibə apar da, nə istəyirsən bizdən? Vaxtı gələndə, əsl cihad çağırılanda Allaha and olsun. Buradan Yahudilər də, buradan bu Amerika tərəfdarı da eşitsinlər ki, hər birimiz gedib ölməyə özümüzə biz haqq veririk. O gün üçün yaşayırıq. Təsəvvür elə ki, İmam Hüseynin dövründəsən, İmam Hüseyni vurub şəhid eləsələr, sən cihadı gözləyəcəydin, yoxsa Muxtar kimi gedib qisası alacaqdın? Qardaş, biz gənə deyirəm, biz bugünkü gün bax görürsən səndə nə fikir var? Gənə deyirəm, qulaq as, mən pislərlə özümü müqayisə eləmirəm. Mən öz məqamımı gözləyirəm. Əgər ki, cihad bilmirəm, sən müsəlmansan, nə dininə qulluq edirsən, cihad, nə olduğunu bilmirəm, cihad çağırış deməkdir. Bax, əsl o cihad olanda, onda biz şiiyələrin nəyə qadir olduğunu Yahudilər də gördük. ABŞ-da görəsiniz. Görəsiniz inşallah. Hamısını gör. 2 gün dözə bildiniz. İkinci gün rəhbəriniz. Nə 2 günə? Hələm oyun indi başlayır. Hələm siz gözləyin. Gözləyin görün nə olacaq. Nə qarasınız? Bütün müsəlman ölkələrini cırıq-cırıq eləyəsin. Otelləri vurun. Bütün müsəlman ölkəsini eləmirəm. Yox qardaş, mən ona demirəm. Biz sənin sügünü bıraq. Bax, Ərəb Əmirliyi, Dubay bir nömrəli Yahudilərin ABŞ-ın itidir. Bunu bütün, mən əgər bir sıravi bir müsəlman kimi bilirəmsə, bunu İranın başçıları da. Eşq olsun mənim qonşum İrana ki, bəli, bugünkü gün bütün müsəlman ölkələrində olan otelləri vurur, halal olsun, masalonları da vursun, arada bir düşmənə də vursun da, prosto. Düşmənə vurur da, düşmənə vurur. Sən nə vurur? Yox, qulaq as, sən yəqin ya AzTV-yə baxırsan, ya da Tel Aviv xəbərlərinə baxırsan, Yahudi xəbərlərinə. Baxın görün, bugünkü gün İsraildə gündəm nə yerdədir. Ay kişi, mən burada yaşayıram, bugün bayram olub, cəmaat. Azı yerindən bizim liderimiz özün şəhid elədi. Benyamin o şəlpəqulaq kimi yerin altında gizlənmir. Yerin altında gizlənmişdi. Dana prosto çıxanda vurdu. Kim deyir onu? O yerin altında gizləsəydi bugünkü gün şəhid olmazdı. Nə şəhid? Sən qitələr arası ballistik raketlə vurublar. Natik, bir dəqiqə Azərbaycan səsi, bir dəqiqə. Burada bir antikomünist var.
O deyir ki, mən İrana gedib vuruşmaq istəyirəm. Adam axtarır ki, onu aparsın. Valla baxın görün kim apara bilər. Antikomünist İrana gedib vuruşmaq istəyir. Все da aydın məsələ. Ay, Qardaş, vuruşmaq istəyən, eşitsə məni, bizdə bir dənə misal var. Deyir, qəlbi balıq istəyənin ayıb olmasın, götü ayağı suda olar. İstəyən varsa yol tapıb gedib haqq üçün döyüşəcək. Biz də hər birimiz, bax mən özüm öz adımdan danışıram. Mən bir şiyə kimi öz günümü məqamımı onsuz da bir gün bu dünyaya gələn bir gün ölüb gedəcək. Ya vəlvələdən ya zəlzələdən. Amma biz şiyələr üçün haqq ədalət yolunda ölmək bizim üçün qürurdur. Sən bayaqdan qışqıra danışmaqda məqsədin özünə hadi talih kimi aparsan. İndi başa düşdüm mən. İndi başa düşdüm. Yaxşı eləyirsən, qulaq as. Ayıb olsun o şiyəyə ki, onun ayətullahını vurub məhv ediblər. Ay Mikail, salam əleykum ay Mikail. Səsin bağlıdır Mikail. Aydınla mən arasında deyəndə. Ayıb olsun o şiyəyə ki, ayətullahını vurublar, o da getirib düşməni vurmaq əvəzinə müsəlman ölkəsində. Şiyə ayıb olmasın, ayıb olsun. Şiyənin haqqına girənə, şiyəyə yatdığı yerdə bomba atana. Bu müharibəni birinci İran başlamadı. Bu müharibənin birinci, bax, şiyənin də, xristiyanın da bir dənə bəlası var. Bir dənə qorxacaq yeri var, o da şiyələrdir. Düz deyirsən, bəli, razıyam. Şiyənən böyük düşmən elə şiyələrdir. Yox, düşmən yox, biz kiməsə düşmən deyilik. Biz həmişə haqq sözün deyir kəslərik. Bəli, bəli. Məsələ də budur ki, Azərbaycan səsi, biz niyə elə saqsan? Əsas eləmə. Vaxtını doldurub. Eşsən məni, bura bilsən nətər, burada başlasam məzələnməyə, elə, mən güləcəm. Burada, yox, sizin birinci növbədə bu, bax, mən bu bugünkü gün bu canlı sahibinə hörmətim var, mən sizdən məzələnib sizi bir yerimə sarımıram. Gəlir. Biz səni sarımırıq, biz səni əstağfurullah, bax, sənə sual veririk. Əstağfurullah yox, eşsən məni, sən ağzını açanda sənin mədəqin için görürəm mən, sən nə demək istəyirsən. Yazma var mı mədəmdə, bir dənə baxdın, əsən Allah sağ. Sənin yazma yox, sənin promoy babasının var. Belə istəyirsən, səndən danışım. Qardaş, axşamınız xeyir hamınızın. İndi bu qardaş burada deyir Xamneyni müharibə başlamamışdan 4-cü gündən cümə axşamından öldürmüşdülər. Vay. Zəhərləyib öldürmüşdülər qardaş, yoxsa necə? Yox, heç zəhərləyib öldürməmişdilər, içərdən öldürmüşdülər hamısı. Yanında da hamısı var idi. Qardaş, hərbiçsən, Azərbaycanın, yox, qulaq as, sən xarici kəşfiyyatda işləyən bir adamsan. Bugünkü gün bu heç bir dövlətin xarici daxili kəşfiyyatında belə bir məlumat yoxdur. Sən durub burada nə Az TV-dən, oradan, buradan, xəbərlərdən sən burada söyləyirsən. Ay qardaş, niyə yox idi? İsrail deyəndən sonraki mən bu şəkilləri verəcəm, bu videoları verəcəm ki, orada nə vaxt öldürüm. Ondan sonra İran çıxdı sonki günü təkzib elədi ki, bəli, öldürülüb. Yəni İranı, yəni Xamneyni öldürən öz adamları idi qardaş. Cümə axşamı günü öldürüblər, cümə axşamı günü öldürüblər. Yaxşı, Xamneyni öz öldürən ölkəni niyə bugünkü gün parçalamayıblar? Qardaş, cümə axşamı günü öldürüblər ki, şəhid olsun, yeri cənnət olsun. Ona görə cümə axşamı günü öldürüblər. Yox, indi qardaş şiyələr, içəridə şiyə deyil, şiyə. Özlərinkilər öldürüb axı. Bilirsiniz niyə qardaş, sənin qulaq asın, bugünkü gün heç bu Rusun bu FSB-sində belə bir Rusun bu, bilsiz nətər, xarici daxili kəşfiyyatında belə bir məlumat yoxdur. Sən bunu elə bilirsən ki, elə bil ki, sən özün orada şəxsən iştirak eləmişsən. Rusun FSB-si ölüb, sən Rusun FSB-sindən danışma, qardaş. Bir dəqiqə, sən Rusun FSB-sisən, kim Rusun FSB-si? Rusun FSB-si deyilmi? Burada elə bir bizimlə stat gətirin ki, o reallığa doğru olsun. Siz burada bir dövlətin daxilində daxili kəşfiyyatının, xarici kəşfiyyatında olmayan bir məlumatı siz burada elə təzyiq edirsiniz ki, elə bil ki, siz özünüz kəşfiyyatçısınız. Siz elə bil ki, orada olmuşsunuz. Sən İranın sinəcıranısan, başqa da heç nə desə xətrinə dəyməsin. Səbəbi odur ki, özünüzü haqq davası kimi göstərirsiniz. Mənim İranda səfirliyimə hücum çəkiləndə hardaydım? Sənin İranında, birincisi mənim yox, birincisi o mənim qonşum, müsəlman, din yoldaşım, qardaşımdır. Nəyə görə? Nəyə görə, kimə görə?
Senin faktın var ki, kardeş her bir devletin içinde bizde Azerbaycan'da da el avtomatı gelip hansısa bir tane süpermarkete hücum eləmişdi. Niye olmuştu o? Niye olmuştu? Məsələ başqadır. Bizdə inkasatın Ha. hücum olunur. İranlılar eləmişdi. Yo, İranlılar eləmişdi o. Ay ciddiyanı, Yo, sən- deyirəm ki, sənin İranında mənim səfirliyimə girib terror aktı törədiblər. Burada isə Mən inkasatın yox qulaq as. Bax bir sözü vurğulayanda qulaq as da. Sən deyirsən sən Qardaşlar. İranında mənim Kardeşler, akşamınız xeyir olsun hamınızın. Hamınızı salamlayıram. Bu Azərbaycan yazılan qardaş, sənə qurban olun. Biraz aqressiv Qurban olma. qoyun olsun. Səsim gəlir mənim. bəli gəlir, bəli. Buyur eşidirəm. Ha, indi üzr Mövzudan istəyirəm. çölə çıxmış. Qardaş, üzr istəyirəm. Sizin neçə Mənim yaşınız? problem var. Mən emosional Sizin biraz neçə xəstəyəm. Azərbaycan qardaş, sizin neçə Azər- yaşınız var? Qurban sizə. Mənim xahiş 44 edirəm, yaşım neçə var yaşınız var? qardaşım. 44 yaşım var. Qurban Bəli. olum sənə. Qurban Şiəsən qoyun da olsun. sən. Təbii ki. İşte, və sən o 30 ildir müharibə gedirdi Qarabağda. Onda hardaydın? Sən də İranı müdafiə edirsən. Üzr Ay istəyirəm. qardaş, amma mənim başqa Qarabağda itkimdən mən sağ durub istəyirsən, şəxsidə yaz, mən sağ Qarabağda olan itkimi verim. Yerim, İtki, yurdum, sənin özündən verdi verən söhbət qalıb. gedir. Sənin özündən, Şəhidim mən də də var. itkim Sən var. məni tanımırsan, ma durub belə bir şey Allah eləmə. hamısını rəhmət Hardaydım eləsin. Onların Mən ruhunu- 12 ruhu yaşında- qarşısında baş əyirəm mən. Mən 12 yaşında qıratın altında 4 saat bir evin padvalında yatanda sən bilmirdim sən hardaydın. Aa, 92 yatma Başa yaşım düşdüm. var idi. Başa düşdüm. İcazə verin də bir dəqiqə zəhmət aqressiv Və sən olmayın. məni da tanımırsan, burada. dur niyə mənə belə bir söz atırsan? Bir dəqiqə. İndi zəhmət qulaq, olmasa qardaş bir dəqiqə. aqressiv olmadan mən sənə Mövzu mülayim başqa Ay yerdə qardaşım, sən bu durub elə deyirsən. Mövzu. Ay Bak, qardaş, yaxşı. burada mövzu, qardaş, burada mövzu onda. bugünkü gün bu İran ritorikasıdır. İranda gedən Erməni Şuşada prosesdir. məscidə donuz salanda niyə səs çıxartmırdın? Nə bilim, sıfıra qayıtdıq təzədən. Ay sıfıra qayıtmadım. Sualı bir də ver görüm nə deyirsən sən? Deyir ki, Erməni deyir ki, Şuşada məscidimizə donuz qatanda səsi niyə çıxartmadın? Azərbaycan hərbisi, Azərbaycan dövləti hardaydı onda? Mən bir Azərbaycan vətəndaşı idim, evimdən, eşimdən dedəm. Mənim Azərbaycan dövlətim illərlə həmişə palatkada olub, yaşayan bir şəxs var idim. və olacaq. Əmim də rəhmətə gedib, əmim uşaqları da, bir uşaqlar da rəhmətə gedib. Nə etməlidir? Ay özümüzdən danışaq. Mən oğlum Erməni şikəstim. ora gətirib yığan Rusa. Erməni gətirib orada yığan Rusa. Rus Aqressiv olma ki, dəstək verən sən Azərbaycan sakit hakimiyyətinə danışıram. get bu sualı verəm, ha yox. Mən Qardaşımsan. Mən sən səndən bilmirəm nə qədər zərər çəkmisən. O Qarabağ erməni müharibəsinə mən yetərin qədər itkimdə var. Özüm də yurtsuz, yuvasız qalmışam. Gəlib palatkalarda illərlə sən evində rahat pastelində yatanda başıma gözümə mənim yağış yağıb. Özüm də uşaqlıqdan əlin xəstə, mən orada öz həyatımı sürmüşəm. Mən gedib onda nə Sən edə aqressiv bilərdim? olma ki, bir balaca gəl sakit şəkildə qurban olmam. Qardaş, sən mənə elə sual verirsən ki, sən mənə deyirsən ki, sən hardaydın? Ha. Mən baxıram ki, Sən bilirəm nə yola gətir. Sən demək sənə istəyirsən ki, qurban olmam. İran dövləti hardaydı? Onu demək istəsən promoy denəndə. Sən bugün Sabahın komandiri Azərbaycana qarşı nə dediyini canlı yayında qulaq asıbsan ona? Yox, eşitməmişəm denən bilir. Qulaq asdın? Yox, Bugün eşitməmişəm də qardaş. Azərbaycanı hədələyir. O kimdir ki, o nətər bizə dostluq, o nətər bizim qardaşımızda bizi hədələyir o. Ona da bir dənə aydınlıq gətir, xahiş edirəm. Yox, qulaq as, görüm nə cür hədələyir. Mən bu günləri mən dəstə olmuşam. Bu günləri mənim Samir bilir. Mən vaxtım olan kimi mən bu canı yegirəm. Nə cür hədələyir? Denəndə mənim xəbərim yoxdur. Denər o xəbəri Bax, mənə gör ver, nə mən də deyirəm, sənə ona burada aydınlıq Xumeyniyə verim. söyməkdə düzgün. Xumeyniyə söyməkdə düzgün deyil. Xumeyniyə söyməkdə düzgün deyil. İsrailə dünyanın bir çəki düzəni var. Dünya siyasəti elə bir siyasətdir ki, o bizlik deyil. Fikrim çatır. Qardaş, biz siyasətçi deyilik. Kimsə eləməyək. Allah özü bilən məsləhətdir, qardaşım. Bəli, təbii ki, Aysa, qardaşım, Allah təbii özü ki. bilən məsləhətdir. Mən də o uşaqların orada ölümünə mən pis oldum. Pis oldum. Ancaq bir dənə də İranlı, 5 dənə də İranlı bizim o Xocalıda qırılanda onda da onlar gərək pis olaydı. Ancaq inanmıram orada pis olsunlar onlar. Qardaş,
Gene Hamısı deyirəm, pis bax olur. indi durub Qurban olum, agresiv olma, mülayim ol. Allah eləməsin. Söz Yox, mənim bir qardaşım, mən səfirlə vallahi təhqir aqressiv eləməyin, deyiləm. Məndə qurban prosta sizə. Mən biraz problem var. həyatı Mənim səhiyyətimdə. səbr, Mən biraz emosionalam. Vallahi mən bax, aqressiv o adam olar ki, söyüşər. Predeldən qırağa çıxar, nəsə bir şey. Görürsən ki, burada mən prosta biraz onlar tondan yüksək. Ona görə də Samirin bu canlısından, qonaqlarından, kimlə ki, elə bir diyaloq aparıram, onlardan üzr istəyirəm. O demək deyil ki, mən kimisə üstünə qışqırıram, kimisə başına qışqırıram. Qardaşım, mən biraz, bilirsən nətər, mən fikrimi çatdırmaq istəyəndə, çatdıra bilməyəndə, bu normal bir şeydir. Bu məndə bu xəstəlikdir. Qardaşım, sənə məndə mən biraz canlı Azərbaycan, sənə mən bir dənə də canlıda bir şey deyim. Hacım, buyur. Bravo. Allah sənə şəfa versin. Qulaq as. Allah köməyin olsun, qardaşım. Mən 4 ildir. Hər ay 2 dəfə İrana girirəm İrana, İrandan girirəm. Hal-hazırda bu ayın 26-sı girmişəm, keçən ay. İndi Naxçıvandayım. Yol bağlanıb qayda. 2 dəfə mən İranı keçirəm, gedirəm hər ay. İranda bizə itə qoyulan hörmət qoyulmur. Erməni başlarına fırladırlar. Bax, bunu səmimi deyirəm, şərəfim and olsun. Gözümün qabağında olan şeylər. Sənə bir qardaşımı sual vereyim. İran bizi it yerinə saymır. Pasportumuzu alıb tulluyur. Ağzına gələn deyirlər. Qardaşım, buyur, eşidirəm. Eşidirəm. Bax, sual verirəm. Sən İrana nə üçün gedirsən? Mən sizə eşidirəm, siz sual verirsiniz, verin. Bəli, sual verirəm. Sual verirəm ki, İrana nə üçün gedirsən? Mənim də vaxtımda xəstə atamı aparıb İranda müalicə eləmişik. Mən gəlirəm İrana, keçirəm Naxçıvana. Bəli. İcazə ver. Yox, mən xəstə aparmıram. Mən keçirəm İrana. İrandan gəlirəm Naxçıvana. Oradan keçirəm Türkiyə. Türkiyədən mal alıram. Qayıdıram Naxçıvana. Naxçıvandan bir də girirəm İrana. İrandan mal alıb keçirəm Bakı. Bax, mən bu işdən ötürü gedirəm, gəlirəm. Bax, bunu mən sənə açıq etiraf edirəm. Ancaq onlar bizi it yerinə saymır. Onlar bizə hörmət qoymur. Onlar bizi insan yerinə qoymur. Ancaq erməni ilə maçamuç edirlər. Fikrim çatır, göz qabağında olan şeylərdir bunlar. Mən gözümlə gördüyümü deyirəm sizə. Qardaş, o gömrüş, gənə deyirəm, ola bilər hansısa bir təbəqə. Bugünkü gün İranda 44, bax, bugünkü gün İranın verən qalmağın istəyən bir Azərbaycan vətəndaşı bilsin ki, o Azərbaycana böyük bir qlobal problem olacaq, əgər bu olsa. Biz istəmirik. Mən burada, gənə deyirəm, mən burada sırf, sən nətər, Fars tərəfdarı deyiləm, ancaq bir müsəlman liderinin ölməyi mənim üçün normal deyil. Bir müsəlman liderinin onda bir müsəlman deyirsən də sözü balla kəsirəm. Onda niyə vurur? O da bax, bu Dubay vurur, Qatar vurur. Onlar müsəlman deyil. Qoşulmaq olar, fikir bildirmək olar. Buyur qardaş, buyur. Niyə vurur onları? Qardaş yeni qoşuldu. Bu qardaş danışsın, sonra mən cavab verərəm. Axşamınız xeyir. Axşamı xeyir. Qardaş, mən çox təəssüflər edir. Burada kommentlərə də baxıram. Düzdür, biz hamımız Azərbaycanı düşünürük. Birinci Azərbaycandır. Amma Azərbaycanı düşünən ağlı başında olan adam onda düşünməlidir ki, Azərbaycanın qonşularındakı müharibə Azərbaycana heç vaxt xeyir verməyəcək. Bu ABŞ, İsrail, sən kimsən? Sən kimsən, gəlmirsən? Nə oldu? Sən kimsən ki, o 300 milyonluq Şiə camiasının, fakt bu var da, sən bəyəndin, bəyənmədin, nə bilim, belə baxanda sən başqa bir təriqətdə, amma fakt, reallıqda 300 milyondan çox Şiə var dünyada. Və 300 milyondan çox Şiənin mənəvi liderini öldürmək, sən bu təhqirdən başqa bir şey deyil. Ola bilər Xomeynini kimsə sevsin, sevməsin, onun da müsbət, mənfi tərəfləri var siyasətdə. Mən Xomeyninin belə bir şey